Həzrəti Əlinin, Həzrəti Zəhra ilə bircə evliliğinin, izdivacının ilk meyvəsi İmam Həsən əleyhissalamdır. Allah onun adını qoyur, Peyğəmbərə deyir ki, Harunun oğlunun adını qoy bu övladıva. Ailənin şad günüdür onun dünyaya gəldiyi gün. Xanım Zəhra deyir ki, ya Rasulallah, mənim bu iki oğluma hərəsinə bir şey irs ver, öz xüsusiyyətlərindən. Deyir, mən böyülüyümü, əzəmətimi Həsənə verdim, cəsarətimi Hüseynə. O deməkdə öyle İmam Hüseyndə böyülük yoxdur və yaxud da İmam Həsəndə cəsarət yox. Onların hamısında hər şeydən var. Amma bir şey zuhur eləyir, o mənada deyir. Deyir, İmam Həsənə baxanda übuhəti, heybəti, əzəməti adamı bürüyürdü, götürürdü. İmam Həsən əleyhissalam yol gedəndə görürlərsə böyük adam gəlir. O belə bir təsirat var idi onunla bağlı. Böyük adam gəlir. Nəsə böyülük var idi, əzəmət var idi. Əhl-i Beytin kərimi deyirik də, Kərimə Əhl-i Beyt. Əhl-i Beytin kərimi ona görə deyirik ki, yəni süfrəsi açıq idi, kəramətli idi, hamını qəbul edirdi. Və Peyğəmbərdən ona böyülük irs gəlmişdi. Böyük adamlar həmişə əl açıq olur, səxavətli olur. İmam Həsən böyük insan idi və yaxşı adamlar onu görəndə rəğbətlənirdi, sevirdi. Təkəbbürlü adamlar böyük adam görəndə qıcıqlanır. Təkəbbürü başlayır içində qaynamağa. Ona görə də mən düzdür bayram günüdür buna mən müsibət kimi bunu demirəm. Görün bəzi cəmiyyətdə necə qıcıq var idi İmam Həsən əleyhissalama, böyülüyünə görə, əzəmətinə görə ki, deyirlər ki, cənazəsinə ox atanda bir nəfər olmadı müdafiə eləsin. Bir nəfər o cəmiyyətdə olmadı ki, bu Peyğəmbərin nəvəsidir. Peyğəmbərin qucağında böyüyən uşaqdır və cənnət cavanlarının ağasıdır. Bir nəfər deyir olmadı ki, İmam Həsəni müdafiə eləsin. İmam Həsən Əhl-i Beytin kərimidir. Ramazan ayının 15-ci günündə onun qapısına gəlmişik. Mən ondan xahiş edirəm ki, bugün bizi hədiyyəsiz bu məclisdən yola salmasın. Onlar da bayramlıq verəndə, hədiyyə verəndə adlarına layiq verirlər. Mən istəyirəm ki, özlərinə layiq, mən bilməm nə istəyim. Mən deyirəm ki, İmam Həsən, sən öz məqamına, öz böyülüyünə layiq bizi bugün öz mövludundan, öz məclisindən, öz adva layiq yola sal. Mən bilmirəm necə, öz adva layiq, Peyğəmbər və Əhl-i Beytin adına layiq şəkildə.